Dəyərli cəmaət, ərəb dili dərslərimizə davam edirik. Bugünkü mövzumuz ərəb dilində işarə əvəzlikləridir. Əl-əsməu, əl-işaratu, işarə əvəzlikləri. Keçən dərslərimizdə biz isimlər haqqında danışdıq. Ərəb dilində əvəzliklər isimlərin əvəzində işlənən müəyyən sözlər və kəlmələrdir. İsimlərin əvəzində işlənən müəyyən sözlər və kəlmələrdir. Adına baxsaq, əl-əsməu, yəni isimlər, əl-işaratu, işarə etmək üçün isimlərin əvəzində işlənən müəyyən sözlər və kəlmələrdir. Ərəb dilində işarə əvəzliklərindən istifadə olunur. İlk öncə danışığı asan və rahat etmək üçün. Asan və rahat danışıq üçün əvəzliklərdən istifadə olunur. Həmçinin ərəb dilində əvəzliklər ona görə var ki, kitabənin və yazının rahat və asan olması. Yazının asan və rahat olması çox da təkrara meyil etməmək. Əvəzliklərin ərəb dilində birdən çox növləri vardır. Biz hansı ki bu dərsimizdə işarə əvəzliklərini keçirik, amma ərəb dilində işarə əvəzliklərindən də başqa əvəzliklər vardır. Əl-əsməu, əl-işara, işarə əvəzlikləri, əd-damair, şəxs əvəzlikləri. Bunları inşallah ətraflı öyrənəcəyik. Əl-əsməu, əl-istifhamu, sual əvəzlikləri, nisbi əvəzliklər və s. əvəzliklərin növləri vardır. Nisbi əvəzliklər, demək işarə əvəzlikləri, şəxs əvəzlikləri, sual əvəzlikləri və nisbi əvəzliklər. Bugünkü mövzumuz əl-əsməu, əl-işaratu, işarə əvəzlikləri. Nə deməkdir ərəb dilində işarə əvəzlikləri? İlk öncə gəlin hər iki kəlməyə baxaq. Əl-əsməu kəlməsi ismun kəlməsinin cəmidir. Əl-əsməu kəlməsinin təki ismun, yəni isim. İsmun cəmi əl-əsməu, yəni adlar. Əl-işaratu kəlməsi işaratun kəlməsinin cəmidir, yəni işarə etmək. İşarə edib göstərmək. Ərəb dilində işarə əvəzlikləri isimləri və əşyaları işarə etmək üçün, isimləri və əşyaları göstərmək üçün istifadə olunan müəyyən sözlərdir. Ərəb dilində isimləri, həmçinin əşyaları işarə etmək üçün, yəni göstərmək üçün istifadə olunan müəyyən sözlərdir. Ərəb dilində işarə əvəzliklərindən istifadə olunur, ancaq isimləri və əşyaları işarə etmək üçün. İşarə əvəzliklərinin növləri çoxdur. Bizlər bu növləri qarşıdakı dərslərimizdə öyrənəcəyik. Əsas istifadə olunan işarə əvəzlikləri başında gəlir. Həzə işarə əvəzliyi, hansı ki bugünkü dərsimizin mövzusudur. Həzə işarə əvəzliyi Azərbaycan dilində mənası bu deməkdir. Sonra ərəb dilində işarə əvəzliklərindən həzihi işarə əvəzliyi,
Onun da mənası bu deməkdir. İşarə əvəzliklərinin bir digər növlərindən zəlikə işarə əvəzliyi, mənası o deməkdir. Bir digər növü isə tilkə işarə əvəzliyi. Onun da mənası o deməkdir. Ərəb dilində işarə əvəzlikləri isimlərin və əşyaların hansı cinsdə olmasından asılı olaraq dəyişir, müxtəlifdir. İsimlərin və əşyaların hansı qrammatik sayda olmasından asılı olaraq dəyişir. İsimlərin və əşyaların yaxında yaxud da uzaqda olmasından asılı olaraq dəyişir. Demək, ərəb dilində işarə əvəzlikləri ismin və ya əşyanın hansı qrammatik cinsdə olmasından asılı olaraq dəyişir? Qrammatik cins, belə ki, ərəb dilində kişi cinsində olan ismi və əşyanı işarə etmək üçün xüsusi əvəzliklərdən istifadə olunur. Qadın cinsində olan ismi və əşyanı işarə etmək üçün xüsusi əvəzliklərdən istifadə olunur. Eləcə də ərəb dilində isimlərin qrammatik saylarından asılı olaraq işarə əvəzlikləri dəyişir. Qrammatik say. Yəni, əgər ərəb dilində isim təkdədirsə, onun üçün xüsusi işarə əvəzliyi ilə işarə olunur. Əgər ərəb dilində isim ikilikdədirsə təsniyədə, onun üçün xüsusi işarə əvəzliyi var, ondan işarə olunur. Ərəb dilində isim əgər cəmdədirsə, cəmdə olan ismi və əşyanı göstərmək üçün xüsusi işarə əvəzindən istifadə olunur. Demək, qrammatik cinsindən asılı olaraq, əgər isim kişi cinsindədirsə, onun üçün müəyyən işarə əvəzliyi var, ondan istifadə olunur. Qadın cinsindədirsə, onun üçün müəyyən işarə əvəzliyi var, ondan istifadə olunur. Yəni, biz kişi cinsində olan ismi işarə etmək üçün qadın cinsində olan işarə əvəzindən istifadə edə bilmərik. Eləcə də qadın cinsində olan ismi və əşyanı göstərmək üçün kişi cinsində olan işarə əvəzindən istifadə edə bilmərik. Qrammatik say, əgər isim təkdədirsə, onun üçün müəyyən əvəzlik var, ondan işarə olunur. İkilikdədirsə, onun üçün müəyyən əvəzlik var, ondan istifadə olunur. Cəmdədirsə, onun üçün müəyyən əvəzlik var, ondan istifadə olunur. Həmçinin isimlərin yaxında və ya uzaqda olmasından asılı olaraq işarə əvəzlikləri dəyişir. Yaxın və uzaq. Əgər isim yaxındadırsa, onun üçün müəyyən işarə əvəzliyi var, ondan işarə olunur. Uzaqdadırsa, onun üçün müəyyən işarə əvəzliyi var, ondan istifadə olunur. Bizim bugün keçib öyrənəcəyimiz həzə işarə əvəzliyi. Həzə işarə əvəzliyi. Həzə işarə əvəzliyi bu şəkildə yazılır. Azərbaycan dilində mənası bu deməkdir. Həzə işarə əvəzliyi yaxında olan, biz az əvvəl dedik ki, ərəb dilində işarə əvəzlikləri isimlərin yaxından və uzağında olmasından asılı olaraq dəyişir. Həzə işarə əvəzliyi yaxında olan, təkdə olan, say etibarilə ondan bir dənə olan, təkdə olan, kişi cinsində olan, kişi cinsində olan ismi və ya əşyanı işarə etmək üçün istifadə olunur. Yaxında olan, təkdə olan, kişi cinsində olan ismi və ya əşyanı işarə edib göstərmək üçün həzə
işarə əvəzliyindən istifadə olunur. Bax, bu, həzə işarə əvəzliyinin tərifidir. İsmu işarətin, həzə ismu işarətin işarə əvəzliyidir. Lil qaribi, yaxında olan. Lil fəridi, təkdə olan. Lil müzəkkəri, kişi cinsində olan ismi və əşyanı. İstər aqil olsun, istər qeyri-aqil olsun. Yəni, istər isim şuurlu, düşüncə qabiliyyəti olan isim olsun, istərsə də isim şuursuz, qeyri-aqil, düşüncə qabiliyyəti olmayan isim olsun. Əgər isim və əşya yaxındadırsa, təkdədirsə və kişi cinsindədirsə, həzə işarə əvəzliyi ilə o işarə olunub göstərilir. Bax, bu həzə işarə əvəzliyinin tərifidir. Bir neçə nümunə yazaq və bununla da dərsimizi yekunlaşdırıb tamamlayaq. Məsələn, həzə kitabun. Həzə kitabun. Mənası bu kitabdır. Bu kitabdır. Həzə mənası bu, kitabun kitabdır. Yaxud yaxında bir qələm var. Deyirəm ki, həzə qələmun. Bu qələmdir. Həzə kitabun. Yaxında bir kitab var. Deyirəm, işarə edib onu göstərirəm. Bu kitabdır. Həzə kitabun. Yaxında bir qələm var. İşarə edib göstərirəm ki, həzə qələmun. Yaxud şəxs. Yaxud şəxs. Məsələn, yanımda bir şəxs var. O tələbədir. İşarə edib göstərirəm ki, həzə talibun. Talibun. Bu tələbədir. Bu tələbədir. Yaxında bir şəxs var. Adı Muhammeddir. Onu işarə edib göstərirəm. Həzə Muhammedun. Bu Muhammeddir. Muhammeddir. Baxın bu şəkildə. İsimlər və əşyalar. Yaxında olan, təkdə olan, kişi cinsində olan isimləri və əşyaları əgər biz işarə edib göstərəcəksə istifadə edirik. Baxın, bu işarə əvəzliyi olan həzə işarə əvəzliyindən. Bu qədər Allah Teala bizləri eşidib başa düşüb faydalanan, ən gözəlinə tabi olan qullarından etsin.